Qubadlı rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Sumqayıt şəhər 28 may mədəniyyət evinin qarşısında xalqımızın milli mənəvi dəyərlərini təcəssüm etdirən Novruz bayramı münasibətilə tədbir keçirildi. Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Qubadlı rayon icra hakimiyyətinin başçısı Malik İsaqov çıxış edərək Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri Novruz bayramı münasibətilə xalqımızı, eləcə də rayon cəmaatını təbrik etdi. Hər bir ailəyə sevinç, firavan günlər, əmin-amanlıq, bahar bayramının xalqımıza ruzi bərəkət gətirməsini arzuladı. Qeyd olundu ki, Novruz adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir, daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzə də gətirib çatdırıb. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bütün milli mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bizlərə qaytarıldığını diqqətə çatdıran rayon rəhbəri bugün ölkə başçısı Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən xalqımızın mənəvi dəyərlərinin yüksək səviyyədə qorunduğunu bir daha vurğuladı. Rayon icra hakimiyyətinin başçısı Malik İsaqov tərəfindən 28 may mədəniyyət evinin qarşısında möhtəşəm Novruz tonqala lovlandırıldı. Tədbir açıq havada geniş konsert proqramı ilə davam etdirildi. Həmçinin bayram şənliyi Novruz atributları olan Bahar qız, Çosa və Keçəlin iştirakı ilə şən musiqi nömrələri, rəqslərlə, kəndirbazın çıxışı ilə davam etdirildi. Novruz bayramına həsr olunmuş konsert proqramında Respublikanın tanınmış müğənniləri tərəfindən mahnılar ifa olundu, müxtəlif rəqs nömrələri nümayiş etdirildi, şeirlər səsləndirildi. Eyni zamanda tədbirdə rayondan olan idmançıların müxtəlif idman növləri üzrə nümunəvi çıxışları nümayiş olundu. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.